Fizika, riyaziyyat və informatika təmayüllü Respublika Liseyinin 11-ci sinif şagirdi. Riyaziyyat üzrə Respublika Fən Olimpiyadasının qızıl medalçısı Tunar Məmmədov beynəlxalq qəbul imtahanlarında yüksək nəticə göstərərək dünyanın top universitetlərinə dəvət alıb. O, müxtəlif olimpiyadalarda iştirak edib startap layihələr üzərində çalışıb. Eyni zamanda elm və texnologiya mövzusunda məzmun hazırlayıb. Mən 5-ci sinifə qədər təhsilimi Şəkər 10 nömrəli tam orta məktəbdə davam edim. 6-cı sinifdə Şəkər Kimya Bioloji təmayüllü liseydə təhsilimi aldım və 7-ci sinifdən etibarən isə Bakıya gəldim təhsilim üçün və indi də hal-hazırda bu liseydə təhsilimi davam edirəm. Bu müddət ərzində əlbəttə ki, fərqli yarışmalar oldu, fərqli olimpiyadalarda iştirak edirdim. Özümün bir neçə startup layihəsini yaratmağa çalışdım. Bir çox fail oldu, birinə isə hal-hazırda davam edirəm. Sonra YouTube kanalı açdım. Burada da öz elm, təhsil, texnologiya barəsində həm podkastlar çəkirdik, həm özüm araşdırdığım mövzuları paylaşırdım. Tunar top 5-likdə yer alan Amerika Birləşmiş Ştatlarının ən nüfuzlu ali məktəblərindən biri olan Kaliforniya Universiteti Berkeleydə biznesin idarə edilməsi ixtisası üzrə təhsil alacaq. Onun sözlərinə görə bu hədəfin əsası hələ uşaqlıq illərindən qoyulub. Xüsusilə Amerika universitetlərinə müraciət prosesində çox tələbə, çox şagird özünü tanıma prosesindən keçir deyək. Və mən də bu prosesdə özümə görə dəyərlər tapdım ki, hansı ki, bunlar mənim üçün prioritet məsələlərdir. Düşündüm ki, həm buna marağım var, həm bu dəyərlə üst-üstə düşür. Buna görə də biznesə aid bir sahə seçdim və buna görə də business administration, biznesin idarə edilməsi üzrə ixtisasımı seçdim. Niyə bu universitet? Bu universitetin seçməkdə bir neçə əlbəttə ki, məqam var. Birincisi, təhsil alan tələbənin layihələrinə xüsusi yardım olunur, inkişafına xüsusi dəstək olunur. Tunar Məmmədov bakalavr təhsilindən sonra magistratura oxumağı və gələcəkdə öz startapını qurmağı hədəfləyir. İlk növbədə hal-hazırda planım budur ki, birincisi bu bakalavriat təhsili müddətində əlbəttə ki, həmin o 4 ili doya-doya yaşamaq və orada olan çox sayda imkanı tam şəkildə, ən faydalı şəkildə, maksimum şəkildə istifadə edə bilməkdir. Planlayıram ki, yenə prestijli universitetlərin birində magistr təhsilini, yəni MBA təhsil alım. Qeyd edək ki, Tunar Məmmədov bununla yanaşı top 50-likdə yer alan Amerika Birləşmiş Ştatları, Kanada, Belçika və Çində yerləşən daha 10 universitetdən də dəvət alıb. Tunar kimi gənclərin uğur hekayələri göstərir ki, düzgün planlama, zəhmət və məqsədyönlülük böyük imkanlara gedən yolun açarıdır.